Putinin qorxaq olmadığını gördük. Düzdür, canından qorxur, ölümündən Bunkerdən qorxur. çıxmış. Amma bir ölkəni qırğına verməkdən qorxmur, çəkinmir. Yəni. O Areşniklərin ötən il mən Ukrayna hücumuna cavab olaraq ötən il noyabrında ilk dəfə yeganə işlətdi. Onların deməli mesajı nə idi? Yəni mən buna nüvə başlığı da taxa bilərəm amma vuraram sizi. Dneprdə bu deməli Dnepr çayı sahilində bunu atdılar, işlətdilər və sonra da xatırlayırsınız Putin çıxdı bir sxemlə, mexanizmlə bunları təqdim etdi, prezentasiyasını keçirdi. Yəni orta mənzilli ballistik raketdir Areşniklər və o əgər cür başlığı daşıya bilər, o cümlədən də nüvə başlığını daşıya bilər. O həmin mesajı idi. Amma mən təxmin edirəm Putin nə vəziyyətdədir indi. Onu biruzə vermək istəmir. Dərhal düyməni bassın, Areşnikləri işə salsın, onu da istəmir. Sanki bu Rusiya üçün çox əhəmiyyətsiz bir şeydir. Elə də ciddi bir şey deyil. Mən baxıram indi Rusiya kanallarında dünənki verilişləri təkrar verirlər. Lavrovun açıqlaması, Peskovun açıqlaması və Putinin bir neçə fraqmentdə və bir neçə yerdə açıqlamaları Ukrayna ilə bağlı, danışıqlarla bağlı və s. bunun üzərində gəlmirlər. Bununla bağlı bir şey yoxdur. Media danışır, Dost telekanalı özünü yırtır. Bunların hamısı var amma yəni Putin reaksiyası belədir ki, heç bir şey, belə bir şey, sıradan bir şeydir. Mən sənə drone atmışam, sən də mənə drone atmışsan. Hansı ki, bəllidir ki, sıradan bir şey deyil və bunun cavabını verəcək. Putin bunun cavabını verməyə çalışacaq. Areşniklərləmi, digər deməli İskəndər M-ləmi? İskəndər vurub bir dəfə. Bir dəfə vurdu da, 2 gün öncə İskəndər M-lə deməli zərbə endirdi. Məhz çoxsaylı dron stansiyalarının sıradan çıxarılması ilə bağlı deməli İskəndər M raketlərinin sınaqdan çıxardı. Onun videosunu Rusiya Müdafiə Nazirliyi də detallı şəkildə yaydı. Hə, bu doların uğrudur amma bir çölün düzündə bir hərbi obyektdir. Amma İrkutsk operasyonu tamamilə başqa bir şeydir. Yeni bir mərhələdir. Və Ukraynanın Amerikanın dəstəyinin kəsməsinə rəğmən buna baxmayaraq hərbi gücünün, mənəvi gücünün və o cümlədən də Zelenskinin bu qədər sıxışdırılmasına baxmayaraq proseslərin başında dayanmasının və sonuna qədər tərəddüdsüz, qətiyyətli şəkildə onu idarə etməsinin göstəricisi. Zelenski çəkinə bilərdi ki, məni hər tərəfdən sıxışdırırlar, mən bu addıma getməyim, Rusiyanı daha da üzərimə qaldırmayım. Çünki bunu görəcəksiniz. Bunun nəticəsi olaraq Kiyevi çox pis, Kiyevi çox pis vuracaqlar. Buna da hazırdır yəni. Və onun özünü qovalamı, düzdür. Prezidentlər yazılmamış bir anlaşma var. Bir-birini vurmurlar. Zelenski Putini deməyinə baxmayaraq, Kurskda güya ki vertolyotunu vururlar. Məlum oldu ki, teatrdır. Boş bir şeydir yəni. Heç nə yoxdur. Yalandır. Şu anki güya çətinliyə rəğmən Putin gedib çıxıb oraya. Hətta onu vurmaq istəyiblər. Prezidentlər gördüyümüz üzrə, müşahidə etdiyimiz üzrə bir-birinə qarşı demək, hücumlar təşkil etmirlər.